Allah ziyaretinizi, Allah bu münasibətinizi Şahin Bey'in xatirəsinə qəbul eləsin. Şahin Bey isteyen insanlar bu günləri burada toplaşırlar. Allah hamınızı var eləsin. Biz Yüngürvari istedik ki, döyüş yoldaşlarıdır, hərəkət yoldaşlarıdır, xaricdəki fəaliyyətində yoldaşlıq edənlərdir. Qısa Yüngürvari bir çıxışlar olsun və Yüngürvari da biz bir video çarx hazırlayaq, sosial şəbəkələrdə yerləşdirək ki, o da onun xatirəsinə kiçik bir bizim səhifəmiz olsun. Etiraz eləmirsiniz. İndi bax, bu şəkildə biz başlayırıq. Kim istəsə, xatir mən bilirəm, burada döyüş yoldaşları var burada. Kim danışmaq istəsə, işarə eləsin, yavaş-yavaş, hadisə bir yarım saat, 40 dəqiqə ərzində biz danışaq. Özüm başlamaq istəyirəm ki, birinci, Şahin Tağıyev Azərbaycan üçün təmənnasız xidmət edən bir şəxsiyyət olubdur. Çox böyük bir şəxsiyyət. Müharibə başlayanda, birinci Qarabağ müharibəsi deyir, ikinci Qarabağ müharibəsi, Qarabağ müharibəsi idi. Başlayanda Şahin Tağıyevin özünün həyat şəraiti də, qaydasında idi, şəraiti də yaxşı idi, dolanışığı da yaxşı idi, biznesi də var idi. Amma ona baxmayaraq Şahin Tağıyev özünə borc bildi ki, vətən yolunda geçsin, döyüşsün. Adi, sıravi əskərdən başladı mən bildiyimə görə. Burada indi Gərabək döyüş yolundan bağlı deyəcəkdir və komandir ən ağır, ən çətin batalyonlardan birinin komandir vəzifəsinə qədər gəldi. Orada öz borcunu yerinə yetirdi. Orada yaralandı, qanı töküldü, çox xidmətlər oldu. Ondan sonra biz ondan daha yaxın tanış olduq Qarabağ Azadlıq Təşkilatında. Qarabağ Azadlıq Təşkilatı, Qarabağ Azadlıq Hərəkatı 1993-cü ildə yaranmışdı və biz bir yerdə həmin hərəkatda fəaliyyət göstərirdik. 1998-ci, 95-96-cı ildə müəyyən obyektiv, subyektiv təsir amillərin təsiri altında Qarabağ Azadlıq Hərəkatının qeydiyyatı ləğv olundu və ondan sonra qeyri-rəsmi fəaliyyət göstərildi və 1998-ci ildə Qarabağ Azadlıq Hərəkatının fəaliyyətini Qarabağ üzrə koordinasiya şurası şəklində davam etdirdik. Məqsədimiz də o idi ki, Azərbaycan cəmiyyətinin ən müxtəlif qütbləri bir yerdə olsunlar. Qarabağ məsələsində bizim əsas amallarımızın biri o idi ki, hakimiyyət müxalifət məsələsi, iqtidar müxalifət məsələsi yoxdur, hamı bir yerdə birləşməli idi Qarabağ məsələsində. Ona biz çalışırdıq və ona görə də həmin koordinasiya şurası 98-ci ildə yarandı və Şahin Tağıyev də özünə borc bildi. Sonradan biz bu qədər şəxsi tanımırdıq. Qəhrəmanlığını eşitmişdik onun. Qurtuluş batalyonunu eşitmişdik, amma şəxsən tanışdığımız yoxdu. Özü gəldi, çıxdı həmin Qarabağ Koordinasiya Şurasına. Orada da öz canı ilə, qanı ilə, həvəslə, ürəkdən iştirak elədi. 1999-cu il may ayının 8-də biz Şuşanın işğal günündə Qarabağa ilk yürüyüş təşkil elədik Koordinasiya Şurasının xətti ilə. Çoxlarınız iştirakçısı olmuşsunuz, çoxlarınız xatırlayırsınız o yürüyüşlə bağlı. Orada bir yerdə oldu Şahin bəy bizlə bir yerdə. Ondan sonra avqust ayının 1-dən 31-nə qədər həmin il 99-cu ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsi tələbi ilə bir ay ərzində aclıq aksiyası keçirdik. Kütləvi bir hal aldı. Bakıda Şahin Tağıyev həmin aclıq aksiyasında iştirak elədi. 11 gün ac qaldı. Ən çox ac qalan o oldu aclıq aksiyasında. Dünyanın müxtəlif yerlərində Azərbaycanlılar bizə dəstək verdilər. Bir günlük, 2 günlük aclıq aksiyası keçirdilər. Çox böyük bir effekt verdi, səmərə verdi, bütün dünyada əks-səda verdi. O aksiyamız, yəni ictimai xətlə, təbii ki, dövlət öz borcunu yerinə yetirirdi, öz xətti ilə işini aparırdı, amma biz ictimai xətlə Qarabağın azadlığına çalışırdıq. Sonraki illərdə Qarabağ Azadlıq Təşkilatı 2000-ci ildə nəhayət ki, bərpa qurultayını çağırdıq və Qarabağ Azadlıq Hərəkatı Qarabağ Azadlıq Təşkilatı formasında bərpa olundu və o işdə Şahin bəy birincilərin içərisindədir. Burada yoldaşlarımız var. Həm o prosesdə iştirak edənlər deyəcəklər sözlərini. Qısa şəkildə fikirlərini hərəkətləyəcək. Tam şəkildə bizlə bir yerdə o mübarizəni apardı. Milli qəhrəman idi. Gedərdi, arxanı sakit həyatını keçirdi. Amma həyat o nə qədər ki, torpaq işğal altındaydı. Nə onun doğma Şuşa şəhəri işğal altındaydı. O sakitləşmək bilmirdi. Bizlə bir yerdə hərəkət edir. Sonra müəyyən amillərin təsiri altında kimlərsə söz-söhbət eləməsinlər. Şahin bəy övladlarının təhsili, mənə dəfələrlə demişdi onu, təhsil deyil, mənim övladlarım Avropada təhsil alsınlar.
Ona göre Avrupa'ya gitti, muhacir hayatı yaşadı orada. Orada da fəaliyyətini devam etti. Son nəfəsinə kadar orada da fəaliyyətini devam ettirirdi. Şahin Bey böyle bir insandır, böyle bir büyük şəxsiyyətidir. Ve ben çalıştım kısa şəkildə onun fikirlerini burada, onun hakkında bir müəyyən bir mənzərə yaratmaya çalıştım. Çətin də onun mənzərəsini yaratmak. Kişi sifətli bir insandır, mert bir insanıdır, dönmez bir insanıdır, haksızlığa dözmeyen bir insandır, değildi. Dediğine göre de bazen gördük ki ondan çok adamlar inciyirdi. Ama çoğu da başa düşürdü ki bu Şahin Tağıyev'dir. Şahin Tağıyev hiç kesinle mukayese olunabilmez. Allah Şahin Tağıyev'e rahmet eylesin. Allah o dünyasını versin. Allah evlatlarını, yakınlarını salamat eylesin. Onları seven insanları salamat eylesin. Şahin Tağıyev'in hayattan küsmesi. Ben bizim bu məclisdə iştirak edenler, ziyalılarımız, vetan təşkilatlarımız sədrləri, döyüşçülərimiz, ziyalılarımız ve diğer zümrələr nümayəndələr iştirak edirlər. Mən Şahin Tağıyev'in əskər olarak, sonra bölük komandiri olarak ve onun bir müddet mavini olarak çok döyüşlerin çoğunda yan yana olmuşuq ve ben de ağır yaralanmışam, Şahin Tağıyev de ağır yaralanıb ve sonradan çok büyük nailiyyətlərimiz oldu. Ben ilk önce Prezident öz minnətlarımızı bildirirəm ölkə prezidentimizə və Müdafiə Naziri rəhbərliyinə, eyni zamanda Yasama rayon icra hakimiyyətinin rəhbərliyinə ki, Şahin Tağıyev doğrudan da çox şərafətlə dəfn olundu və hərbi orkestrindən himnimizin sədaları altında hərbi karaolla dəfn olundu. Şahin Tağıyev Qurtuluş Batalyon komandiri olub və mən bir şey qeyd edeyim ki, yani hemen vaxtda nə ordu yox idi, nə demiyorlar ki, dövlətə xaos idi, dövlət özü yox idi və eyni zamanda silah-sursat olmurdu və belə bir vəziyyətdə böyük bir batalyon yaratmaq, Tərtərdə 45 kilometr müdafiə rayonu təşkil etmək, eyni zamanda birinci Seysulan əməliyyatı, yəni Xocalı hadisəsi günü onu təşkil etmək, orada biz iki komandimiz Cahangir Kərimovu itirdik və Şahin Tağıyev Müdafiə Nazirinin əmri ilə oldu batalyon komandiri. Və sonra birinci Maruşovan əməliyyatı onu aprel 92-ci ildə oldu və ermənilər çoxlu sayda itki verdilər. Və çoxlu sayda biz əsirlər götürdük. Bu əsirlərdə Allah hamısa rəhmət eləsin. Demək ki, Ələskər müəllim Sağdama, polis rəisi o vaxt Tərtərin, Şahin Tağıyev, Ələmşah Məmmədovun və digər ziyalıların təşəbbüsü ilə o əsirlər Xocalıda əsir düşmüş insanlarla dəyişdirildi. Və bunun hamısında Şahin Tağıyevin böyük rolu oldu və ermənilər film çəkiblər. Maraginskaya rezniya, Marağa qətliamı, Maruşovanla bağlı. Sonra ikinci Maruşovan döyüşü, sonra Torpaqtepe çaylı döyüşləri və nəhayət milli qəhrəman Şikar Şikarov 13 iyunda şəhid oldu Torpaqtepe'də. Ondan sonra döyüş əmri verildi və Çaylı, Madagiz'in ikisi qovuşandı. Sonra Akop Kamara, Tonaşehir, digər Sərcəngi, Sağ-Sol kəndlər alındı və nəhayət Ağdərə şəhər alındı, Nergin Orataq alındı, Kasabet alındı və Drambol, Çıldıran, Valqlas və nəhayət Kərbəzər Tərtər yolu açıldı. Və 92-ci iyul ayında mən Qoyskovaldan qaydanda mən Şahin Tağıyevin o həmən görüşümüzü izah eləmək istəyirəm. Tozlu torpağın içində. Amma onun içində bir sevinç var idi. Artıq Ağdərə alınmışdı. Bu böyük bir qalibiyyət idi. Şahin Tağıyev Fatih kimi görsənirdi. Və orada biz bir təpənin başına çıxdıq. Doğrudan da az sonra da Kərbəzər Tərtər yol açıldı. Və bu o qədər böyük nailiyyət idi ki. Yəni Qurtuluş Batalyon komandiri olaraq Şahin Tağıyev doğrudan da həm yüksək o əməl şahidini dərk etmə qabiliyyəti, eyni zamanda döyüş qərarı demək çox çətin məsələdir. Əməliyyatlar hazırlanması, döyüş qərarı qəbul eləməyi də böyük bir onun şücaəti var idi və onun qabiliyyəti var idi. Mən bir şey xatırlayayım. Rəhmətli Şikar Şikarov milli qəhrəman, Firudin Şabanov polkovnik və Nəcməddin Sadıqov. Nəcməddin Sadıqov briqada komandı təyin oldu. Və ilk sözü onun belə oldu. Dedi, Şahin, Naydiyomov bir şey yazıq. Yəni, buna kömək elə bu briqadanın, bu batalyonun bazasına yaradaq. Bu bizim yanımızda olub. Və bu batalyonlar birləşdi, 700 sayılı motorcu briqada yarandı. Və sonralar, yəni, Laçın da şimalında 46 kənd azadıldı. O da General Zadir Rızayevin komandanlığı altında. Yəni, böyük nailiyyətlər oldu. Yəni, niyə biz bunu danışırıq? Yəni, burada mən bir kəlməni artımıram, nə istəyirəm, amma doğrudan da Şahin Tağıyev nəfsi olmayan, çox sadə bir insan. Təsəvvür edin, milli qəhrəman, bütün icra başçıları onun yanına gəlirdilər, məsləhətə gələnlər. Yəni, bu formada Şahin Tağıyev döyüş əməliyyatı keçdi.
və ordunun təməlini qoydu. Qəhrəmanlığın ilə çox hissəsi mən oraya deyirəm ki, bizdə BTR 70 var idi. Bizdə Zazalı Rus hərb hissəsini biz oradan Azərbaycan keçirdik. Uzundərəni biz zahvat elədik. Sonra Zemlyavoz raketləri gətirdi Mingəçevirdən. Bunun hamısında hətta Şahin Tağıyev o qədər təsir göstərdilər. Və nəhayət Ələmşah Məmmədov Şahin Tağıyev Milli Məclisə dəvət elədilər. Yəni o gün Üzeyir Cəfərov, Allah kömək olsun, deyir ki, gəldi oradan ağır. Amma əslində orada Yaqub Məmmədov dedi ki, Ələmşah, biz böyük oyunu kiçik peşkalarıyıq. Yəni bunları dəvət eləmişlər ki, ölkədə olan və ön xəttdə olan, bütün bizim ön xəttdə olan əməliyyat şəraiti barəsində müfəssəl məlumat əldə eləsinlər. O məlumat da orada verildi və nəhayət ondan sonra böyük şəmrəli torpaq azıq olundu. Yəni bu cür oldu. Ona görə də mən çox danışmaq istəmirəm. Şahin Tağıyev haqqında nə qədər danışsaq azdır. Allah digər milli qəhrəmanlarımıza rəhmət eləsin. Bizim sağ milli qəhrəmanlarımız var. Allah canlarını sağ eləsin. Hər bir kəsin, burada oturanlar var. Mən görürəm Firudin bəydir, Füzuli müəllimdir. Bunların müstəsna xidmətləri olub. Yəni belə götürəndə mən özüm də kombat olsam da mən Şahinin kölgəsində çox cılız göstərirdim. Onun xidmətlərinin qarşısında mən cılız göstərirdim. Biz onun şinelindən çıxmışıq. Ona görə də biz nə olur olsun, harp olur olsun biz bu son ehtiramımızı biz göstərməliyik. Şahin Tağıyev böyük şəxsiyyət olub, böyük komandir olub. Allah canından sağ olsun. Buradakı iştirak edənlər də dəyər verdilər və yenə deyirəm. İndi mətbuat da yazır. Amma əslində 2003-cü ildə mən Moskvada Şahin Tağıyevin bir yerdə oldum. Akif bəy, siz çox düz deyirsiniz. O uşaqların təhsillə bağlı getdi Şvetsiyaya. Və orada getdi, övladlarını oxutdu. Yəni Qarabağ Azad Təşkilatında bir yerdə biz fəaliyyət göstərdik. Allah hamının canını sağ eləsin. Mən yenə deyirəm, bizim bir yeganə məqsədimiz Qarabağ azad eləmək olur. O da azad olundu. 2024-də də Şahin Tağıyev gəldi. Biz tərtədə görüşdük. O getdi şu anda ziyarət elədi və bunun hamısını gördü. Ona görə də mən yenə deyirəm, prezidentimizə mən çox sağ ol deyirəm. Allah xalqımızı qorusun, prezidentimizi qorusun, Allah ordumuzu qorusun. Bizim xalqımız böyük xalqdır, qəhrəmanlar yetirir və bu gün də Şahin Tağıyev kimi böyük bir qəhrəmanın biz ziyarətindəyik. Ruhu şad olsun, Allah sınavımıza köməyiniz olsun. Çox sağ olun. Yazılı müraciətin göndərdiyi səfərbərlik komitəsinə ki, məni xahiş edirəm orduya qəbul edərsin. Mən vuruşmaq istəyirəm. Amma yaşı ilə bağlı, səhhəti ilə bağlı onu müsbət cavab vermədilər. İndi gücü ona çatdı ki, bir aylıq milli qəhrəman təqaüdünü, pensiyasını rəsmi qaydada köçürdü, müdafiə fonduna köçürdü. Yəni Şahin Tağıyev həmişə arzuluyurdu ki, müharibə başlasın, gedin müharibəyə. Bundan sonra Qarabağ döyüşçülərini burada Qarabağımızın qeyrətlə, müdafiə edənlər, sağ qalanları, qazilərimizi görmək mənim üçün nə qədər şərəfdir. İnanın. Və Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Burada əyləşən insanların hər birisi Qarabağı canından artıq sevən insanlardır və onların hər birisini ad-ad sayıbıram, çoxsunu da tanıyıram. Hər birisini bağıma basılan əllərə sıxıram. Şahin bəylə bizim münasibətimiz, Şahin bəy qürbətdə ilk qarşılanlardan biri mən olmuşam. Həmin Şahin bəy bağlayan tellər çoxudur bizim bağlayan tellər. Təbii ki, Şuşa kökənliyik, biraz oradan, biraz digər ortaq dostlarımız, ya da o cümlədən Akif bağı vardır, bir faktor bizi bağlayırdı. Şahin bəy həqiqətən qəhrəmanıdır. Yəni belə, bilirsiniz, o Rusların sözü var, düzdür, nipritskazuymu deyirlər, belə bir xasiyyəti vardır. Amma Qarabağ məsələsində güzəştə getməyən bir insanı həmişə gündəmdə saxlayardı. Hətta bir dəfə dedim, Şahin bəy, sən milli qəhrəmansan, sən bu siyasətə qoşulma, elə sən Qarabağ denən. Amma bəzən gördüm ki, olurdu. Amma həqiqətən xatirələrə danışırdı, özdə belə bir siz də tərdi, belə adam danışanda gözünün içine baxırdı. Elə bir ki, onda bir rəhmətində belə bir hipnoz edir adamı. Mən dedim, mən gənclərlə görüşdüm, təşkil elə. Gənclərlə görüşdə ki, görüm gəncim bir çıxdı ki, mən qorxuram buna danışma, deyim, gözün silik, mən gözümün içine, deyirəm, mən yaqın səni erməni yoxşadır. Bilirsiniz, qeyri-belə xüsusiyyətlər var. Bir də gördüm ki, mənə düşman eləyirdi özünə. Məsəl üçün, rəhmətli. Bax, and olsun Allaha, şəhidlərimizin ruhuna and olsun. Heç vaxt xətrinə də dəyməmişəm. Deyirdim, Şahin bəy, sən neynəsən?
mən səni qəbul etdim, sən mənim Qarabağımda can qoymusan. Bir də görüb barışırdıq. 3 günə sonra belli. Vətən xainisən. Gəlmişsə oturmuşsan Avropada. Nə bilim Qarabağda millət qırılır orada. Deyirəm mən neyiniyim? Mən də burada əlimdən gələn kömək elədim. Mən də qürbətdə Xudafəri jurnalarını bərpa eləmişəm. Yazıram, dərdimizi deyirəm. Bəs bu düz rəhmətli həmişə məndən narazı idi, amma bir balaca da dərdi zad olanda o saat mənə dedi ki, falan şey lazımdır, bəhimət şey lazımdır. Həmişə Avropada da ən dəyərli insanlarla tanış eləmişəm, and olsun, böyük qardaş kimi. Sizin hər birinizi bağrıma basıram. Təbrik edirəm, Şahin bəy xoşbəxt adamdır ki, Tuşanı gördü. Yəni bir ondan sevinirəm ki, onun üçün o milli qəhrəman da üstündür, hər şeydən üstündür ki, o getdi Şuşanı gördü. Vallahi açıqsa deyim ki, o Qarabağ məsələsi gələndə bir dəfə bir söz dedim mənə, dedi ki, mən deyir, dərsən bir terror edəcəm, deyirəm nə? Deyir, burada nə bilim, bir erməni zad öldürəcəm, deyirəm, bu mübarizə yolu deyil, biz erməni o tərəfdə, biz burada başqa mı, yox, yarım tükürəm, deyir, biz can qoymuşuq, torpa aşqalda. Allah rəhmət eləsin, Allah biraz məndə körəlti, onun o sözləri. Şükür Allah ki, onun burada dəfn edilər Azərbaycanda, bir də sağ olsunlar ki, onun dövlət səviyyəsində təşkil edilər. Böyle dövlət də sağ olsun, Milli Müdafiə Nazirliyimizdə, dövlət rəhbəri də, hamısı Allah Şahin bəyə rəhmət eləsin. Bütün onun doğmalarının başı sağ olsun, Allah onlara səbir versin. Oradan da mən o arzusunu biz yerinə yetirdik. Getdik, avtobusla getdik biz. Avtobusla getdik. Necə heç kim bilmirdi ki, bu milli qəhrəman özü öz yolu ilə avtobusla oturub getdi, Şuşanı da gördü. Orada hər yerdə gördü. Çox sevincli idi oranı gördüyünə görə. Çok sağ olun valla. Doğrudan da çok güzel insan idi, qəhrəman idi. Qəhrəman hər əməlində qəhrəman idi. Və də gözəl insan, gözəl baba, gözəl dost. Hamı bilir onun necə olduğunu. Kimi də incidib, kimin xətrinə dəyib. Valla bilin ki, o xətrinə dəyiləsi deyil, öyle sözlər deyildi, amma qəlbdə hamısını da çox istəyirdi. Və doğrudan da həqiqətən də qəhrəman idi. Çok sağ olun hamınız kim gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. Allah ölənlərinizə rəhmət eləsin. Çok sağ olun. Sağ olun. Çok sağ olun Akif müəllim, çok teşekkür ederim. Bizim Qarabağ Azadlıq Təşkilatında mən əsas dostluğum Şahinlə başlayıbdır. Mən əslində Şahin barədə bir cümlə demək bəs eləyər ki, dövlətimizin ona verdiyi ad, fəxr ad, Azərbaycan milli qəhrəman adı. Şahinin bir döyüşçü kimi, bir vətənpərvər kimi, bir Azərbaycan xalqının bir qəhrəman övladı, bir sərkərdəsi kimi onun barəsində çox söz deyir. Amma mən hesab edirəm ki, məsələ təkcə müharibə vaxtı Qarabağda əlinə silah götürüb vurmaq deyil. Sözün əsl mənasında qəhrəman müharibədən sonra, durğunluq dövrlərində, atəşkəs dövrlərində Azərbaycanın üzərinə çox böyük baskılar, dünyada ermənilərin havadarları tərəfindən Azərbaycan dövlətinə olan baskıların zamanında xalq diplomatiyaları başlamışdı. Azərbaycanın təslimçi sülhə tabi eləmək istəyən böyük dövlətlər var idi, qüvvələr var idi. Erməni diasporasının buyruq quluna çevrilmiş Amerikanın, Fransanın siyasətçiləri var idi. Azərbaycanın içində oturub Azərbaycanın əleyhinə qərar vermək istəyən səfirliklər var idi və biz onların hamısına qarşı burada bir ictimai mübarizə təşkil eləmişdik. Təbii ki, Akif müəllimin rəhbərliyi ilə və o zaman aclıq aksiyasından tutmuş müxtəlif piketlərə, aksiyalara qədər elə şeylər eləyirdik ki, onların hamısı əslində Azərbaycan dövlətinə dəstək olmaqla yanaşı o zaman da bizə qarşı, onu eləyənlərə qarşı müəyyən hüquq formasında təpkilərə də səbəb olurdu. Təsadüfi deyil ki, dəfələrlə biz Qarabağ uğrunda hadisələr, aksiyalar vaxtı həbs olunmuşuq. Erməniyə görə Azərbaycanda həbs olunan 6 nəfər var cəmi, onun 6'sı da Akif Nağı və onun ətrafında olan insanlardır və Şahin Tağıyev də onlardan o Qarabağ Təşkilatında gəlib öz sözünü, özü könüllü gəlib müraciət eləyib, öz mübarizəsini, çünki atəşkəs vardı, artıq silahlı mübarizə dayanmışdı, müharibə dayandırılmışdı. Bunu da dövlətimiz təbii ki, özü məqsədli sürətdə eləmiş ki, hazırlıq görsün, son nöqtəni qoymaq üçün qüvvətlənmək lazım idi. 94-cü, 90-cı illərdə Azərbaycan çox zəiflənmişdi, torpaqlar işğal olmuşdu, ordumuz ağır zərbə almışdı. Təbii ki, o zaman dövlətin rəhbərliyi
daha sabit, daha lazımlı, daha vacib gördüyü yerlər, işlər gördü və mən hesab edirəm ki, o insanlar ki, müharibə tələbi olmadan, dövlət onun əlinə paveska verib, gəl git Qarabağında mübarizə apar demədən ki, könüllü sürətdə, istənilən formada Qarabağında mübarizələrə qatılıb, əsl qəhrəman, əsl döyüşçü, əsl vətənpərvər onlardır. Həqiqətən atəşkəsdən sonra Azərbaycan dövləti çox böyük baskı altındaydı. Və həmin baskının qarşısına millət çıxmalıydı, xalq çıxmalıydı ki, dövlətə dəstək olsun. Həmin dəstək Azərbaycanda əsas etibarilə Qarabağ hərəkatı, Qarabağ azadlıq uğrunda mübarizə aparan insanların böyük burada onlardan xeylisi var. Ölənlər var, Allah rəhmət eləsin, dünyasını dəyişənlər var, onlar həqiqətən böyük insanlar var idi ki, onlar öz ictimai, siyasi, yaxud da ki, tutduqları vəzifədən asılı olmayaraq gəlib Qarabağ uğrunda hər cürə dirənişə, hər cürə döyüşə, savaşa hazır idilər və əllərindən gələn eləyirdilər. Onlara gəldi, Şahin Tağıyev qatıldı və inanın ki, o vaxt Şahin Tağıyevin bu topluya qatılması, Qarabağ Azadlıq Təşkilatına qatılması, Qarabağ Azadlıq Təşkilatında mübarizə aparan minlərlə insanlara bir ikinci ruh verir, ikinci can verir. İnanın ki, onun gəlişi, şəxsən mən də bir qaziyəm, bir döyüşçüyəm, mən də müharibədə yetərincə xidmətlərim var, mən də Şahin Tağıyev kimi, Gələbəy kimi böyük tabor komandiri olmasam da bir batareya komandiri kimi, bir minamyot komandiri kimi böyük xidmətlərim olubdur. Amma inan ki, Şahin bəy orada görmək mənə də ruh verir. Məni də iki qat əzməyə səsləyirdi və ona görə biz hər ikimizi tullayıb Qarabağ uğrunda biz ATƏT-in bayrağını yendirəndə bizi hamımızı həbs elədilər. Bu günləri artıq dövlət başı səviyyəsində ATƏT-in bir xəyanətkar qurum olduğu Azərbaycan üçün sübut oldu, təsdiqini tapdı. Biz onu o illərdə də deyirdik. Ona görə biz bugün Şahinlə bağlı çox şeylər danışa bilərik. Şahin bəy Allah rəhmət eləsin. Sözün əsl mənasında Azərbaycanın bir qəhrəman övladı idi və bu günləri Azərbaycan xalqı da, Azərbaycan dövləti də onun ehtiramını böyük hörmətlə saxlayır və bugünkü həm onun dəfninin o yüksək səviyyədə təşkili, həm onun xaricdən gətirilməsində dövlətimizin tapşırıq və oynadığı rol və o cümlədən bugünkü tədbirin təşkili göstərir ki, Şahin yetərincə qiymətini Azərbaycanda həm xalq tərəfindən, həm dövlət tərəfindən alıbdır və bu gün də biz onun ruhu qarşısında təbii ki, baş əyirik. Şahin kimi, Şahin davamçıları, Şahini görüb, Şahini tanıyıb vətənpərvər olan mən deyərəm 10 minlərlə insanlar olur. Onlar hamısı bu vətənə xidmət edir. Allah qardaşımıza rəhmət eləsin, var olmaq və Şahin mənim haqqında çox söz demək var. Mən deməli 92-ci ilin noyabr ayında deməli Şahin məlimin yanına getdim. Mən 1-ci Azərbaycan ordusunun yaranan 1810 əskər olmuşam. Yaralanandan sonra sağalıb bizim batalyon dağıdandan sonra mən getdim Qurtuluş batalyonuna. 6 ay Şahin məlimlə bir yerdə döyüşlərdə iştirak etmişəm. Tağım komandiri olmuşam Şahin məlimin yanında. Həddən artıq vətənpərvər, həddən artıq cəsur, çox mərd. Gərək müəllim danışdı onun haqqında. Çox ciddi adam idi. Ancaq torpaqdan ötürü ölümünə gedərdi, çəkinməzdi yeri. Hər şeyə. Deməli, Sırxavənd əməliyyatında deməli 92-ci ilin yanvar ayının 15-i biz Sırxavəndə almalıydıq. Girəndə biz olduq, İlham orada olmuşsan səndə. 15 dəqiqə çəkmədi, Sırxavəndə aldıq. Sırxavəndə aldıq, qabağa getməyə bizə kömək gələcəkdi. Rəhmətli bir də gördüm, hirsləndi, biraz da dildən yaxşı sözləri var idi. Dedi, bu şərəfsizlər bizə kömək göndərmir. Uşaqlar qıracaqlar, tez çəkdələr. Dedim, Şahin müəllim, kətdi. Dedi, çəkdələr, uşaqlar bizə lazım. Belə bizi Sırxavənddən çıxartdılar. Sonra dedilər ki, bizə xəbər göndərdilər. 3 gün istirahət edilir, 3 gündən sonra hücum olacaq. Ümumiyyətlə, o kim çəkildi dala, sonra mən göndərdilər mehmaniyə. Hardasa saat 6 olardı. Rasiyanın mənə xəbər verir ki, uşaqları götür, tez düş aşağı. Düşdüm aşağı Sərsəngin döründə. Dedi, sabah hücum olacaq. Çıldıranı, Drumqonu ermənilər götürüblər.
Bizi çıxartdılar oradan, sürətli uşaqlar gəldi, onlar da təhvil verdilər erməniyə. Hücum olacaq, demək, axşam yığdı. Dedi 70 nəfər bizdən, 40 nəfər də o vaxtı Xanlar batalyonu, Göygöl batalyonu. Onlardan olacaq, bələdçiniz də olacaq. Dırımbondan erməninin arxasına keçəsiniz, Kaçakot kəndinə. Gedib arxadan yolu bağlayasınız. Buradan səhər ora çatan kimi xəbər verirsən, artilleriya vuracaq. Biz buradan hücuma keçəcək, siz də ermənilərin arxadan yolunu bağlayasınız. Yığışandan sonra eləsən saat 10-da çıxmalıyıq, səhər saat 6-da çatmalıyıq həmən kəndə. Erməni aldığı kətlərdən meşəli ilə keçib getməliyik o kəndə. Axşamda bir həkim gəldi, dedi yolun uzaqdı, səhərə qədər yol gedəsiniz. Bizə güya nə deyirlər o, doping verdilər. Doping atın ki, yorğunluq olmasın. Mənim adım Füzul məndə yaxşı tanıyır, şükür rəhmətli. 5-6 nəfər. Dedim, mən bu yaşa gəlmişəm, hələ dərman atmamışam da, mənə lazımdır. O 5-6 nəfər imtina elədi. Uşaqlar atdı bir dənə, 2 dənə atdılar, düşdük yola. Meşəli ilə Dırımbonu keçdim. Meşənin içərisində qabaqda gedirəm, şükür də arxada gəlib. Bir gördüm, uşaqların səsi gəlir, möhkəm. Dedim, şükür, erməni içərisində, uşaqlara xəbər elə, sakit. Şükür qayıtdı yeri, o da Əfqanistanda xidmətləmişdə. Gəldi, dedi, komandir, uşaqlar gedirlər. Dedim, necə gedirlər? Deyir, uşaqlar özlərində döyürlər. Həmin dərman. Dedim, necə? Yaxınlaşdım uşaqlara, baxıram, görürəm, tuturam yaxasından gülür, üzümə gülür uşaq belə baxır. Biri avtomatı tullayır, biri neyinir belə. Qayıtdım, çağırdım rasiyanı, ştabla əlaqə saxlamağa. Götürdülər, cavab verdilər, dedim, komandirlərdən biri görür, dedilər, heç kim yoxdur. Heç kim yoxdur. Ne inedim dedim, xanım, stansiya danışanına. Dedim, tez bir nəfər tapın, mənlə əlaqə saxlasın. Biraz keçdi, əlaqə də kəsildi. Dedim ki, uşaqlar, onda 1-2 saat istirahət, ondan sonra durub gedər. Biz çatmalıyıq o yeri. 1-2 saatdan sonra uşaqlar duruldur, oyunda 2 dərman atanı üstüdə çox gedib özündən, o birlər yaxşıdır. Durğuzduq, götürüb avtomat keçirdiniz çiynlə, dedim, həmən yerə getməliyik. Səhər saat 7-də çatdıq həmən məntəqəyə. Çatanda fermanın yanında qalxdıq, rasiyanı götürdüm danışmağa, heç bir əlaqə yoxdur. Ondan da bir gün qabaq, mən söz demədən çəkinmirəm, 1-2 gün qabaq Şahinlə mənə Bakıda xəbər gəlmiş ki, Ağdərə veriləcək erməniyə, uşaqları qoruyun, sizin də batalyonu qırdıracaqlar. Bu xəbəri bizə vermişlər. Ümumiyyətlə, baxdıq, yuxarı qalxdıq, heç bir yerinə əlaqəm yoxdur, bütün radio əlaqələr kəsilib yazlar. Baxdım ki, dedim, biz burada döyüşə girsik, neynəsiz, bir nəfər şəhid oldu, bir nəfər yaralandı, bunu hara aparacaq, necə çıxaracaq? Qalxdıq, kəndə baxdıq, dedim, uşaqlar, kətləri götürün, evləri, fermar, məktəb hardadır. Baxın, gəldiyimiz yerlə qayıdırıq yerə. Getdik, deməli, qayıdırıq geri, haradasa, Dırımbona çatacaq dedik, gördük, qarşıdan bir dəstə gəlir. Dəstə gəlir deyəndə, uşaqlar dedim, oturun. Oturub baxanda, dedim, qabaqda gələn Şahin. Gəldi, durdum, əllədim. O da bizim izimizlə gəlir də. Gələn kimi elə bir qış, uşaqlar sağdır, dedim, komandır sağdır. Dedi, bunlar bizi alladıblar. Allatdılar bizi, yaxşı uşaqlar sağdır, tez çəkildi. Belə də, onun haqqında çox danışmaq var. Çox danışmaq, çox döyüşlərdə. 5-6 bir yerdə oldu, bütün dərdini sərmikli oldu. Həmişə də döyüş olanda mənə deyildi, sənə inanırlar. Ulan döyüşə girəsdən qabaqda sən olasın, çünki sən olanda sənə inanırlar. Amma nə ki, Ağdərə veriləndən sonra, o kətlər veriləndən sonra oturdu belə, dedi, kimlə vuruşaq, kimlə gedək, neyniyək? Dırımbonda biz döyüşə girmək istədik, nə qədər yalvardı uşaqlara ki, bizə kömək eləyin, biz qabaqda giririk, siz arxadan bizə kömək eləyin çoxluqda. Hamısı durdu, baxdı belə, çəkildilər dalı. Biz döyüşə girək kimi erməni bizi müxatiri aldı, uşaqlar mənə lazımdır. Çəkilin dala, çəkilin, uşaqlar biz torpaq almalıyıq. Elə
Ümumiyyətlə nə demək? Ruhu şad olsun. Amin. Dövlətimiz. Heç ol, Allah dövlətimizi qorusun, prezidentimizi qorusun. Bir sözlə deyim, Şahin haqqında bəzi sözlər eşidirəm. Ancaq o adamlar yadlarında saxlasınlar. Sağam. Bizim bəzi əməliyyatlara öz adına çıxanlar var. YouTube'da görmüşəm. Şahinin onlar ayağına toz dolanmazlar. Lazım olsa o adamlarla istənilən yerdə görüşməyə hazırım. Mənim getdiyim döyüş yolu, mənim məsələn aldığım yeri öz adına çıxır. Şahinin rəhbərliyi ilə döyüşləri öz adına çıxanlar var. Bilin, sağam hələ ki. Lazım olan yerdə o sözlər danışmağa mən də hazırım. Şahin bəyin adını çəkəndə şəxsən məndə həmişə bir belə işıqlı, nurlu bir obraz yaranır. Və istər-istəməz də o dəqiqə adamın dodağı qaçır, təbəssüm edir. Hələ biraz ürəkdən də dinmək istəyirsən. Burada müxtəlif cəhətləri haqqında danışıldı Şahin bəyin. Mən də bir-iki xüsusiyyətini demək istəyirəm. Yəni deyir, o insanı tanımaqdan ötürü gələk yol yoldaş olasan, birgə yola çıxasan. Şahinlə o bütün yol boyunda həmişə hamını diqqətdə saxlamağa çalışır, hamının qayğısına qalmağa çalışır. Həmişə yəni, çalışıb ki, başqası üçün daha rahat olsun, nəyin gözünə. Ümumiyyətlə, amma yəni, Şahin həyatı çox məşəqqətli, əziyyətli, zəhmətli olur. Yəni, Bakıda evsiz, eşiksiz, yəni, çox əziyyətlərə, zəhmətə, amma şəxsən şahid olduğum bir faktı deyim. Təxminən 2001-ci ildə, yəni Milli Məclisin deputatın minnətə göndərdilər Şahin bəyin yanına ki, gəlsin, medalın, ordenini götürsün, yəni qayıtsın da, düzgün yola qayıtsın və s. Amma Şahin onların hamısından imkan edir. Dedi ki, nə qədər ki, Qarabağ torpaqları sual altındadır, nə qədər ki, o torpaqlar uğrunda mübarizə getmir, yəni hər bir cəhətdən. Mən heç bir medalı falanı qəbul edən deyiləm. İmkan eləmişdi hamısını. Yəni adam indi xatırladıqca biraz da adam köyrəli şey deyir, amma hər halda Şahin bəy haqqında danışanda həmişə biraz qürurla. Çünki tək Azərbaycan kişisi ola bilər ki, yəni ona tay düşə qoya bilər, ölçür. Yəni əslində bir etalondur da, Azərbaycan kişisinin etalonu. Onun ailəsində olan münasibəti burada deyildi uşaqlarla. Mən başqa bir cəhətində görmüşəm. İmkan düşən kimi birincisi ilə səhv eləmirəmsə Bülbülə kəndində dəfn olundu bir yoldaşı. Yəni onun qəbrini ziyarətə gelirdi. Baxmayaraq ki, imkan şərait yox idi. Baxmayaraq ki, yəni çətinliklər vardı, amma hər imkan düşən kimi o birinci o qəbri ziyarət edirdi, yad edirdi. Allah ruhunu şad eləsin, Allah rəhmət eləsin. Mənə belə gəlir ki, yəni onun haqqında hələ çox danışılacaq, yazılacaq və elə örnək olaraq da gənclərimizə ki, insan necə öz vətənin, torpağın, xalqın sevməlidir və o yolda da hər bir yəni, məhrumiyyətə, məzərə getməyə hazır olmalıdır. Allah rəhmət eləsin. Qarabağ uğrunda Qarabağ Azad Təşkilatının tərkibində bir yerdə demək olar ki, Azərbaycanı qarış-qarış gəzib təşkilatın özəklərini yaradırdıq ki, insanlarımız bilsin ki, biz Qarabağ məsələsindən əl çəkməmişik və torpaqlar azad olunca bu mübarizədə varıq. Dəfələrlə yürüyüşlər eləmişik. Şahin bizim önümüzdə olub həmişə. Ağdam istiqamətində, Sabirabad istiqamətində, digər istiqamətlərdə yürüyüşlərdə olmuşuq. Düzdür, qarşımızı kəsiblər, bəlkə də haqlı olurlar, bəlkə də haqsız, amma yəni istəmişik və dünyaya mesaj vermişik ki, biz torpaqların işğalından barışmayacağıq. Nəysə, Şahindən ancaq örnək, ancaq öyrənmək diləmişik. Vallahi bəlkə də o vaxtı, o yaşımızda bizi çağırsaydılar müharibəyə getməyə, Şahin də, mən də yaşımıza baxmayaraq hər dəqiqə hazırıdıq və bunu bildirirdik ki, biz döyüşlərə getməyə hazırıq. Allah Şahinə rəhmət eləsin, Allah şəhidlərimizə rəhmət eləsin, Allah ruhlarını şad eləsin inşallah. Azərbaycan Respublikasının Abşeron rayonunda şəhid alanı Qazilər Müdafiə İctimai Birliyin sədri. Bu gün
değerli, hörmətli dostumuz Şahin müəllimin yaxından tanıdığım insan olubdur. Mənə olan xatirə çəkir. Allah ruhunu şad eləsin. Eyni zamanda mən düzdür, döyüş yollarımız ayrı olsa da, amma bir-birimizdən xəbərimiz olur. Allah ruhunu şad eləsin, Allah o dünyasını versin. Bəli, bu günləri biz ən yaxın yoldaşımızı, dostumuzu itirdik. Eyni zamanda burada mənim dostlarım var, həm fəxri yoldaşlar, onlara da xahiş edirəm, söz verir. Buyurun. Mən də salamlayıram bütün tədbir iştirakçılarını. Bugün biz qəhrəmanımızın anım gününə yığışmışıq. Şahin Tağıyev Azərbaycanın milli qəhrəmanı 1-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşüb. Şahin müəllim bir komandir kimi, döyüşçü kimi, bir mühəndis kimi öz səyləri səfərbər elədi, qəhrəmancasına döyüşdü və biz qəhrəmanlarımızı həmişə xatırlayıq. Onlar bizim qəlbimizdə bir iz qoydu. Şükür Allaha, şəhidlərimizin də ruhu şaddır. Bugün Azərbaycan ərazi bütövlüyü bərpa olunub, suverenliyimiz bərpa olunub. Biz qəhrəmanlarımızdan ibrət götürürük. Onların həyatı biz üçün bir nümunədir, bir tarixdir, bir dastandır. Eyni zamanda bugün Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun da cənnətdəki ad günüdür. Allah Mübariz qardaşımıza da rəhmət eləsin, bütün şəhidlərimizə rəhmət eləsin. Mən burada salamlayıram bütün şəhid ailələrin, qazilərimizi və icazənizlə Azərbaycanın ərazi bütövlüyü uğrunda, suverenliyi uğrunda, konstitusiyamızın quruluşu uğrunda, dövlətimizin təhlükəsizliyi uğrunda canlı fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Yanlış arasında başı Rüfət Hüseynli, ehtiyatda olan zabit, eyni zamanda Abşeron Təşkilatının Rəfahlər Qrupundan mətbuat xidməti üzrə çalışqan. Əziz və dəyərli vəzir iştirakçıları, gəlin bir ilk öncədə bütün şəhidlərimizin ruhu xatirində biz onları hörmət əlaməti olaraq dualarımızı çatdırdıq, onları hər zaman andıq. Bugün məclisinə toplaşdığımız Azərbaycan milli qəhrəmanı Şahin Tağıyevin mərasim günüdür. O qəlblərə köçmüş bir komandirdir. Bir diqqət eləyək portretə, bir portretlə də danışaq. Şahin müəllim, siz doğuluşunuzdan çox cəsarətli, çox fəxirli olursunuz. Onun sifət çizgilərindəki ciddiyyət, heç onun komandirlik qabiliyyəti sonradan qazanılmamışdır. Biz onun genetikasına, onun təmsil olduğu soy kökünə diqqət yetirsək, görərik ki, Qarabağımızın savaşırlar boyu boyat elindən onun nəsil genindən gələn bir qabiliyyət bacarıq olmuşdur. Şahin müəllim heç vaxtı kabinetdə olan komandir olmamışdı ki, əmr verər. Həmişə o özü irəlidə olub gedib, düşdü arxamca. Belə komandirlər həmişə qəlblərə köçən, onun döyüş yoldaşlarına Azərbaycan qəhrəmanlıq sallanmasını yazanlardan olur ki, onlar bu yaddaşlarda hər zaman qalırlar. Döyüş yoldaşları sağ olsunlar, hər biri xatırladılar, ən ağır əməliyyatları yerinə yetirmiş, şəxsən özü öndə olub, komandanlıq elədiyi qurtuluş həmin batalyonunu arxasınca aparıb mühüm strateji nöqtələri ələ keçirmişdir. Nəsimi filmində bir an var, orada deyir ki, bəs Allah Teala insanı elə yaratmışdır ki, onun bütün xüsusiyyətləri sifətində təcalla edir. Biz Şahin müəllimin baxışlarında, o qartal baxışlarında, dağ əzəmətli baxışlarında o Tanrının verdiyi o əzəməti həmişə görmüşük, görürük. Bu, yenə deyirəm, onun təmsil etdiyi soy kökdən gələn bir ardıcıllıqdır ki, həmişə özündə yaşatmışdır. Əslən Şuşa Qarabağ edilən, Tərsərdə doğulub, Bakıda təhsil alıb. Azərbaycandan kənarda, Bütdə xaricdə də öz Azərbaycan qəhrəmanlığını tamam yaşadıb, təbliğ eləmişdir. Sağ olsun, bugün onun evlatları
fəxrlə, qürurla yaxınları, əzizləri ki, mən Şahin Tağıyevin evlatlarıyam. Sağ olsun, Akif müəllim. Siz dostları da həmişə yaşadırsınız. Üzr istəyirəm, bayaq Elman müəllim çox xatirələrdə söylədi. Azərbaycan atalar sözlər gözlər deyir, güldürən yanında oturma deyir, ağladan yanında otur. Şahin müəllim onları içindən, qüdrətindən, ürəyindən gələnləri demişdi. Çox şükürə ki, Qarabağımız azad gördü, Şuşanı ruhu şaddır, gəzdi. Bu yerlərdə onun bugünkü qələbəmizin, zəfər qələbəmizin ilk çığır açanları sizləri alqışlayıram. Siz mükəmməl bir ordu quruculuğunu, mübarizənin əsasını qoymuşdunuz üçün. Sonra gələn bu nəsil, bu davamçılar onu uğurla başa vurdular. Hər zaman bütün birinci, ikinci Qarabağ ayırmayan vətən müharibəsi, terror, lokal, hamısı bir yerdə ümumi mübarizə idi. Ancaq ilk çığır açanlar sizlər və Şahin müəllim idi. Allah onu şad eləsin, Şahin müəllim için ətrafında olan yoldaşları burada sağ, həmişə də əlbiri. Bizim də biz yazar kimi, təbliğ kimi söz verirəm ki, Şahin bəyin həyatı ilə bağlı o keçdiyi ömür yolunu çox gözəl o il dönümünə qədər hazırlayacaq. Bugünkü nəsil və gələcək nəsillərə ərmağan edəcək. Sağ olun, var olun, ruhu şad olsun. Sağ olun. Allah Şahin qardaşımıza rəhmət eləsin. Mən onu bir dost kimi onun haqqında danışa bilərəm. Özlə mən Qarabağ Azad Təşkilatında belə iştirak eləmişəm, köməkli eləmişəm. Amma əsasən onunla dostluq həyatım yaşamışıq. Onun sadəliyi, o tez-tez bizim evdə qonaq olurdu. Mənim balalarımı olmayan dərəcədə çox istəyərdi. Onun əmiləri idi. Hərdən də çox vaxt xahiş eləyərdim, bizlə gecələyərdi, qalardı. Olmayan dərəcədə sadə, gözəl bir insan idi. Allah onun balalarını hifz eləsin, balalarını qorusun. Rövşənin nigarı onunla nəfəs alırdı, onlarla. Və şükür Allaha ki, onların balalarının rahatlığını gördü, nəvələrini gördü. Biz də onun nəvələri bura gəlmişdi, gördük, çox sevindik. Allah onun ailəsi, balaların hifz eləsin. Allah rəhmət eləsin. Şahin bəy, düzü biraz gec tanıdım onu. Qarabağ Təşkilatının mən sədr müavini olmuşam. Şahin bəy də orada tanıdım. Şahin bəy çox sədaqətli dost. Həqiqətən də istənilən yerdə torpaqdan ötürü döyüşən bir insan idi. Biz Akif bəy və digər üzvlərimizlə Azərbaycan regionlarına, bölgələrə yola düşəndə Şahin də bizimlə gedirdi. O balaca maşında narahat yerdə birini otuzdururdu, o yenə incimir. Ərkinə. O bir dəfə yolda polis saxladı bizi. İstəyirdi nəsə sürücünü incitsin. O təqdim elədi ki, Azərbaycan milli qəhrəmanı Şahin Tağıyevdən gedirəm. Dedi, sən niyə bu günə qoyun lazım? O dərəcədə sadə, dostlara hörmət edən, dost sevən bir insan idi. Biz, məsələn, şəxsən mən onu o qədər çox istəyirdim ki, onun ölüm xəbərini işləndə mən dəhşədəcəm. En çox sevdiyimiz insanlardan biriydi. Bununla Qarabağ Azadlıq Təşkilatında onunla çiyin-çiyinə təbliğat aparmaqda, Akif bəyin yanında bölgələrə gedəndə onun daha dərindən bildirdim, onun kimliyini istəyirdim. Allah ona rəhmət eləsin. Elə insanlara həmişə bizim ehtiyacımız olacaq. Şahinlə 88-ci ildən tanışım. O vaxt biz Tərtərə getmişdik. Yəni Tərtərdə biz dedik ki, o anış olsun. İnsanlar başa düşsün ki, silahlanmaq lazımdır. Yəni ordu yaradılmalıdır. O vaxtdan tanışam. Və bu yol elə bir yol oldu ki, bizim üçün çətin də oldu, ağır da oldu. Amma bu yol oldu ki, biz o yolu geçməliydik. Və bir dəfə Ağdama gəlmişdi. Dedi, bəs sənin sözüm orada. Orada mənim iş yoldaşlarım vardı, bir şey məktəb vardı. Tərtərdə. Onlar məni tanıyırdılar. Dedi, onlar xahiş elədi, bir də gələsən ora. İkinci dəfə getdim. O ikinci dəfədən sonra Şahinlə laf yaxınlaşdıq. Dostlaşdıq. Və uzun müddət görmədik birimizi. Hadisələr cəryan tez-tez oldu. 93-cü ildə onunla görüşəsi oldu.
Qarabağ Azadlıq Hərəkatı yaranandan sonra, yəni Ağdam işğal olandan sonra Bakıda Qarabağ Azadlıq Hərəkatı yaratdıq biz o vaxtı. Sonradan 96-cı ildə həmin hərəkat ləğv olundu. Hakim köməyi ilə Qarabağ Azadlıq Təşkilatı yenidən bərpa olundu. Və orada Qarabağla bağlı bizim ciddi söhbətlərimiz oldu. Bir sözünün çox vətənpərvər insan, gözəl şəxsiyyət idi. Nə deyim? O vaxtdan çox dostlarımı itirmişəm. Çox dostlarımı itirmişəm. Ağır. Amma Şahinin özünə məxsus hərəkəti var. Danışıq təhsil var. Bəzən elə bilirlər ki, əsəbləşir, onlar əsəbləşmir. O sözün həqiqətini deyir. Allah rəhmət etsin. Allah rəhmət etsin. Şahin qardaşımızla qılıq mərasimində yığılmışıq. Tüm qardaşlarımı salamlayıram. Bu mənim indi oturmuşuq orada danışırıq. Mənim 30 illik, 35 illik qardaşlarım da Allah sizi var etsin. Allah sizə can sağ versin. Allah şəhidlərimizə rəhmət eləsin. Şahin qardaşımızın qılıq mərasimində gəldi başa çatdı. Getdim ziyarət elədim. Dedim qardaş, bu da sənin qılığın gəldi başa çatdı. Uzun illər silahdaş olmuşuq, qardaş bacı olmuşuq. O mənə bacı demirdi, o mənə mehriban qardaş deyirdi. Həmişə də hörmətlə, həmişə də diqqətlə, sayğıyla, həmişə də ay qardaş, dalla dur gəlin. Hər zaman keçdiyimiz yollardan burada qardaşlarımız danışdılar. Uzun bir yol gəlmişik. Şükür ki, bu günləri Azərbaycanımız bitirdi. Bu günləri şəhidlərimiz varsa Qarabağ azaddır. Bütün çıxışlarınızı izləyirik Akif bəy. Allah sizə can sağlığı versin ki, bu Qarabağı gündəmdə saxladıq. Sözünə silmək aslında. Canımızla qoyduq, qanımızı qoyduq, aramızdan gedən qardaşlarımız oldu. Ancaq ki, bu günləri fərəhliyik. İnanırıq ki, hər işimizdə, bax belə irəlidə olacağıq. Bu günləri axırda Şahinlə görüşdüm. Muğam mərkəzində, orada qazilərə həsr olunmuş bir tədbir idi. Bacılarım da oradaydı, Şahinin bacıları. Orada qazi qardaşlarımız da var idi. Başladılar, şəhidlərdən danışdılar, qazilərdən danışdılar. Gözəl bir tədbir idi. Axırda mənə söz verdilər, çıxdım səhnəyə. Dedim, sağ olun ki, borcumuzdur. Əslində hər birimizin borcudur ki, bugün qazilərimizi, veteranlarımızı, şəhidlərimizi gündəmdə saxlamaq. Dedim, siz bilirsiniz ki, bugün burada bizim birinci milli qəhrəmanlardan olan Şahin bəy iştirak edir. Mən Şahin bəydən xahiş elədim, Şahin bəyi mən səhnəyə çıxardım. Şahin bəy bildi, qardaş lazım deyil, dedim, yox lazımdır. Qoy cəmaat bilsin ki, onun belə milli qəhrəmanı var. Şəkillərimiz də var, mən onu Facebookda arasında paylaşıram Şahinin ad günündə. Allah yerini metancı. Çağırdım və insanlara təqdim edim ki, baxın, bax, bu diri insan milli qəhrəmandır. Qarabağ üçün canını qoyub bu insan. Bax, belə qardaşlarımızla, bax, bu qardaşlarımızla fəxr edirik. Fəxr edirik, yaxşı ki varsınız, yaxşı ki Azərbaycan var, Qarabağ bütövdür. Bu, hərdən yerim qocaldıq. Bu qadınlarda o qədər hiss olmasa da, qardaşlarıma baxıram, hamısının başı, gözü ağappağıdır. Qadınlarda bu o qədər hiss olmur. Deyirəm, ilahi, ömrümüz belə tez keçdi. Şükür ki, boş keçmədi. Şükür ki, əziyyətimiz yerdə qalmadı. Gəldiyimiz həbsxanaların qapıları, kiminsə qarşıladıq, kiminsə getdik, yanına dəydik. Bu bizim borcumuz idi əslində. Amma bugün nəticəmiz var əlimizdə. Yaşasın Azərbaycan. Ali Baş Komandan başda olmaqla 44 günlük müharibədə qələbə çaldıq və biz prezidentimizin dünyaya verdiyi notanı, mesajı və Heydər Əliyevin xəritə ilə dünyanı gəzib Qarabağı göstərib deməyi ki, Qarabağ Azərbaycandır. Bu insan düşmanlarımızın gözünə ki, bax bu xəritə Qarabağdır. Bu Azərbaycanın tərkib hissəsi. Bu düşmanların gözünə ox oldu. İllərdir bu yolu gəldi. Şükür Allaha sona çatdı. Qələbəmiz var. İnşallah prezidentimiz deyir ki, bayrağımız Zəngəzurda dalğalanacaq. İnşallah. O günü görək inşallah. Çox sağ olun. Allah bütün qədər qardaşlarıma can sağlığı versin. Ailəsini səbir edirəm, mənim bacılarım. O sizin qardaşınız, bizim də qardaşımızdır. Allah məkanı cənnət eləsin. Allah səbir versin. Çox sağ olun. O da bayaqdan bütün çıxışların hamısına canlı qulaq asırdı. İndi sonunda o da sözü deyəcək ki, Şahin bəyə layiq bir övladdır. Elə xarici görünüşü ilə də oxşayır Şahin bəyə, çox oxşayır. Allah onu da salamat eləsin, bacısı Nigarı da salamat eləsin, bütün yaxınlarını. Burada Lalə xanım iştirak edir. Lalə xanım ən çox Şahin bəyin əziyyətini çəkən dostlar bilirlər ki, hər dəfə Bakıya gələndə onlar onun əziyyətini çəkirdilər. Bir ailə idilər. Yaxın qohumdan da yaxın qohumudurlar. Sağ olun. İndi mən istəyərdim ki, Rövşən bəy əgər səsi görək mikrofona çatsa, Rövşən bəy buyur, eşitirsən. Danış Rövşən. Hə, gəlir səsin, danış.
Kendiniz için hamımıza çok teşekkür edirik. Ailem adından. Hakikaten de yaxşı hamınız varsınız. Bana ne bileyim, ben eminim ki, bilirəm ki, atamın ruhu şaddı, geldi şu anda gördü, Qarabağ'ı da gördü. Çok şükür ki, Qarabağ'ımız artıq bizdədir. Bilirəm, ben eminim ki, o çok rahattı bu derler. Ona göre ben de sevinçliyim ki 44 günlük bu hərəkətlərdən nəfəs aldıq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qalan qazilərimizin canını sağ eləsin. Sizlər də çox sağ olun ki, gəldiniz, iştirak elədiniz. Hakim bəy, siz də çox sağ olun. Lale xanım, sizə də çox sağ olun. Deyirəm, makamınız var olun. Sağ ol, borcumuzdur. Böyüşən borcumuzdur. Səndən də indi dostluğumuzda devam edəcək. Şahin bəyin yurdunda sənsən. Allah sənin də canını sağ eləsin, uşaqların canını sağ eləsin. Səni, nəvələri nə qədər istəyir, Şahin bəy bilirik. Allah özü biləməzlərdir. Hər kəs müəyyən bir vaxt gəlir, dünyasını dəyişir. Amma dünyasını dəyişəndə belə bir misal var da, bir var ailədən gedən, dünyasını dəyişən, bir var eldən gedən. Şahin bəy eldən gedən bir oğludur. Eldən gedən bir oğludur ki, onun yeri həmişə göstərəcəkdir. Həmişə də Şahin Tağıyev Azərbaycanın qəhrəmanlıq səlnaməsində özünün yeri olacaqdır. Keçəcək indi 50 il, 60 il, 100 il keçəndən sonra mən tam əminəm ki, Azərbaycan xalqının yaddaşında qalan qəhrəmanlardan biri, Azərbaycanın qəhrəmanlıq səmasında parlayan ulduzlarından biri Şahin Tağıyev olacaqdır. Şahin Tağıyevə Allah'tan bir daha rəhmət edirik. Onun yeri yüksəkliklərdə Allah'ın məqamında şəhidlərimizin yanında olsun inşallah. Sağ olun, var olun.